Hər insanın pul qazanmaq, pulu qorumaq və pul itirmək barədə zehni modelləri var. Bu modellər uşaq yaşlarından formalaşır və insan hətta fərqli işlərə, fərqli qazanc yollarına girsə belə nəticə dəyişmir. Kimsə daim borc ödəməyə öyrəşib və o nə qədər çox qazansa da bir şəkildə borcsuz günü olmur. Çünki onun şuuraltısı borc içində olmağa proqramlanıb. Kiminsə pulu müəyyən bir həddi keçmir. Nə qədər çalışsa da qazancı müəyyən bir səviyyədən yuxarı qalxmır. Çünki şuuraltı bu məbləği normal qəbul edir və normalı qoruyur. Yaxud kiminsə pulunun bərəkəti olmur, qazanır amma pul ya lazımsız xərclərə gedir, ya da ki gözlənilməz itkilərlə yox olur. Kiminsə isə sərvəti artmaqda davam edir, çünki onun maliyyə limitləri genişlənmək üçün proqramlanır. Məsələ burasındadır ki, bu maliyyə limitləri insanın nə qədər qazandığına yox, onun şuuraltı inanc sisteminə əsaslanır. Bu həyatın ən sirli və güclü qanunlarından biri olan təkrarlanma qanununa bağlıdır. Ona görə də insanlar fərqinə varmadan eyni maliyyə vəziyyətinə düşürlər. Bəziləri özlərini nə qədər oda közə vursalar da eyni borc bataqlığında qalırlar. Digərləri isə fürsətləri göydə tutur, amma qazandıqlarını ya itirirlər, ya da eyni səviyyədə ilişib qalırlar. Şuuraltı daim bildiyi və tanıdığı reallığı təkrarlamağa meyillidir. Kainatın sonsuz təkrarlanan riyazi nizamı mistik bir şey deyil, elmi olaraq təsdiqlənib. Fraktal həndəsə. Fraktalların rəsmi elmi konsepsiyası 1975-ci ildə Benoît Mandelbrot tərəfindən ortaya atılsa da təbiətdə həmişə mövcud olub. Mandelbrot sübut etdi ki, Evklit həndəsəsinin kainatın kompleks formalarını izah edə bilmədiyini fraktallar bacarır. George Cantor, Felix Hausdorff, Helga von Koch, Gaston Julia bu nəzəriyyəni təkmilləşdirdilər və məlum oldu ki, hətta xaosun da içində bir nizam var. Məsələn, indidən iyunun 3-də və ya avqustun 8-də havanın necə olacağını bilməsəniz də, həmişə yayda isti, qışda soyuq olacağını bilirsiniz. Fraktalların əsas xüsusiyyəti təbiətdə hər şeyin təkrarlanmasıdır. Məsələn, ağacın budaqları böyük budağın kiçik versiyasıdır. İnsan bədənindəki damarlar və bronxial borular fraktal prinsiplə təşkil olunur. Fraktallar sonsuz şəkildə təkrarlanan həndəsi strukturlardır və həyatın hər sahəsində, o cümlədən insanın maliyyə reallığında da özünü göstərir. İnsanın maliyyə limitləri də fraktal bir strukturdur. Yəni, insanın həyatında pul qazanmaq, onu xərcləmək, itirmək və ya artırmaq naxışları daim təkrarlanır. Gəlirlərinizin zaman içərisində qalxdığını və ya düşdüyünü çox müşahidə edirsiniz, ancaq səbəbini daxilinizdə deyil, xarici aləmdə axtarırsınız. İnsan beyni fraktal bir sistem olduğuna görə onun düşüncə tərzi və inancları da müəyyən bir maliyyə fraktalları yaradır. Şuuraltının maliyyə limitlərini dəyişmək istəyirsinizsə, inanclarınızı dəyişməlisiniz. Fraktallarınız o zaman dəyişəcək. Bunun üçünsə NAT-dan faydalanmaq əla seçimdir. Baharın gəlişi münasibəti ilə 2 möhtəşəm kampaniyaya start verir. 25 martda başlayan Super NAT kampaniyası və 31 martda başlayacaq NAT koçları kampaniyası dəyişim alətləri ilə xidmətinizdədir. Hədiyyələrlə zəngin bu kampaniyalar barədə məlumat almaq istəyirsinizsə, nömrənizi mənə yaza bilərsiniz. Bolluq və kasıblıq təsadüfi deyil, onlar insanın həyatında şuuraltı seçimlərin bir nəticəsidir. Fikirləriniz çox maraqlıdır.